İran nüvə silahına malik olmaq istəyir. Amma İsrail nüvə dövlətdir. 1970-ci illərdə o zaman İsrailə təxminən müttəfiqləri 200-ə qədər nüvə başlığı veriblər. Və o zaman yadımdadır, rəqəm belə idi ki, 6 milyona qədər İsrail əhalisinin 150 milyonlu ərəb dünyasının əhatəsindədir. Bu özünü müdafiə taktikasından çıxış eləyərək biz bu silahı veririk. Çünki yeri gəlmişdən burada maraqlı bir şey də var. Mən bu İran mətbuatı və İsrail mətbuatını izləyərkən belə maraqlı bir yanaşmaya rast gəldim. İranlı ekspertlər İsrail ekspertlərinə deyir ki, sizin nüvəniz var, nüvə silahınız var. İsrail isə deyir ki, bizim nüvə silahımız yoxdur. Soruşanda ki, onu belə olan vəziyyətdə deyir, biz nüvə silahına malik olsaq, sizi yer üzündən silə bilərik. O isə cavabı onların, biz nüvə silahını tətbiq edən ikinci ölkə olmayacağıq. Yəni, birinci olacaq. Sən mənə nüvəni tətbiq etsən, birinci nüvə bombası sənin başının üstünə gələcək. Yəni, bu demək ki, İranın, İsrailin nüvə silahı var. Və bu günləri 45-ci ildən Birləşmiş Ştatların, 49-cu ildən Sovet İttifaqının, 51-52-ci ildən Böyük Britaniyanın, 60-cı ildən Fransanın, 64-cü ildən Çinin 5 dənə nüvə dövləti, Təhlükəsizlik Şurası daimi üzvü nüvə silahına malikdirlər. Sonra 68-ci il nüvə silahının yayılmaması haqqında konvensiya bütün ölkələr qoşuldu. Ondan çıxdı 98-ci ildə. Ondan çıxdı 70-ci illərdə İsrail dövləti, onun dediyim kimi var. 98-ci ildə çıxdı Hindistan və Pakistan. 2006-cı ildə isə Şimali Koreya Xalq Respublikası 2006-da. Yəni 5 nüvə klubu, 9 dövlətin, bugün 193 BMT-dəki dövlətdən 9-unun nüvə silahı var. İran da 10-cu olmaq istəyirdi və bunu yaxın günlərdə olacağı haqqında fikirlər səslənirdi. MAQATE belə deyirdi, ABŞ belə deyirdi. İndi onun qarşısını preventiv zərbələrlə almaq biz siyasətini gördük. Və bunun qarşılığında dediyim kimi, ya bax bu zərbələrin ardınca biz görəcəyik ki, artıq sakitçilik gəldi. Amma bu sakitçiliyi uzun müddətli sakitçilik hesab etmək olmaz. Mən inanmıram ki, İranın nüvə obyektlərinə zərbə endirildikdən sonra İran bu formalaşmış yeni status quo vəziyyəti ilə barışsın. Əksinə, hesab edirəm ki, İran daha çox sürətli çalışacaq ki, nüvə silahına malik olsun. Belə olan vəziyyətdə onda bu müharibənin 2-ci, 3-cü fazalarda istisna deyil və bu artıq yeni situasiyadır. Pənah bəy, İranın nüvə silahı əldə etməsi daha təhlükəlidir, yoxsa İranın parçalanması? Dünya üçün bu daha hansı təhlükəlidir? Mənim bu məsələdə maraqlandıran və mənim məsələ odur ki, bu deyilən, təsvir olunan vəziyyətlə əlaqədar artıq Türk dövlətlərinin də, konkret Türkiyənin də nüvə silahına malik olma hüququ tanınmalıdır. Tanınmalıdır çünki ya dünya nüvə tərk-silahına gedəcək, bunun artıq real olaraq görünmür. O halda vəziyyətdən çıxış yollarından... Yəni o konvensiyada işləmirdi, 68-ci konvensiyası. Görünür, açıqçası budur ki, əvvəla bu hüquq tanınmalıdır və nəyin bahasına olursa olsun, bizim və bizim qardaş xalqların, dövlətlərin təhlükəsizliyinin təminatının bir ciddi bir vasitəsi kimi bunun üzərində ciddi bir şəkildə düşünülməlidir. Hesab edirəm ki, bu istiqamətdə bütün resurslar və potensiallar birləşdirilməlidir. Yaddan çıxartmayaq ki, həmin o silahın hazırlanması üçün lazım olan materialların əhəmiyyətli bir hissəsi Türk dövlətlərində material olaraq yerləşir. Görürsünüz ki, İranın faktiki olaraq nüvə silahına malik olmaq məsələsi bizim o cümlənin təhlükəsizliyimizi təhdid edən bir məsələyə çevrilibdir. Zaman-zaman, bax elə bugün indi o hücum nəticəsində öldürülən generalların bəzilərinin açıqlamalarını biz bu il, keçən il, bu il olan açıqlamalarını heç yaddan çıxartmamışıq. Ki, İranın ayrı-ayrı imkanlarına istifadə olunaraq zərbələr endirə bilərik deyəndə, işarə şəklində də olsa, ehyam şəklində olsa da, onların bizə qarşı olan... Öldürülən generallardan dördü vətən müharibəsində Azərbaycan əleyhinə bəyanatlar səsləndirmişdir. Ondan sonra da, elə bu son dövrdə də. Bunu biz heç yaddan çıxartmırıq. O baxımdan əlbəttə ki, mən İranın nüvə silahına malik olmasının əleyhinə olanlardanam. Çünki bu nə regional, konkret İranın indiki geopolitik mövqeyinə görə, mövqeylərinə görə, elan edir strategiyaya görə nə İranın marağına cavab verir, strateji marağına, nə regionun, nə də o cümlədən Azərbaycan. Pənah bəylə bayaq bir məsələ ilə bağlı bir polemikaya girmək istəyirəm. Bu nüvə silahının yayılmamasına bağlı məsələ. Pənah bəy, bu 68-ci ildə bu konvensiyanı ona görə qəbul etdilər ki, hələ onda bu qədər təhlükə yox idi. Məsələn, yadınızdadır, soyuq müharibə dövründə Amerikanlar buna deyirlər policy of containment.
Ruslar buna deyirlər politika sdерживания. Bizim Azərbaycan dilində çəkindirmə siyasəti. Yəni mənim deyirlər Sovet İttifaqının nüvə silahı var. Birləşmiş Ştatların da var. Bunlar heç zaman müharibə etməyəcəklər. Çünki tərəflərin hər ikisi yaşamaq istəyir. Burada qalib yoxdur. Yəni sən onu məhv eləyərsən, o da səni məhv eləyəcək. Doğru. Çəkindirmə siyasəti. Amma proksi qüvvələrin, terrorçu qüvvələrin əlinə keçsə bu silah. Məsələn, Əl-Qayda Amerikaya deyir ki, mən səni məhv eləyərəm. Amerika deyir ki, mən də səni məhv eləyərəm. Düzdür? Çəkindirmə siyasəti işləmir. Əl-Qayda deyəcək, Bin Laden deyəcəkdi ki, mən cənnətə düşürəm, məni məhv elə. Mən qorxmuram məhv olmaqdan. Amma səni də məhv eləyəcəm. Yəni tərəflərdən biri, hər ikisi qorxmalıdır. Hər ikisi yaşamaq istəməlidir. Tərəflərdən biri yaşamaq istəməyəndə, mənim yadımdadır bir dəfə Brzezinskiyə belə bir sual vermişlər. Sual vermişlər ki, bizə güclü Rusiya lazımdır, yoxsa zəif Rusiya? Belə bir sual vermişlər. Demişdi, güclü qətiyyən lazımdır, çünki o çox ambisiyalı olacaq. Deyir, bəs zəifdir, yox ki, zəif ümumiyyətlə bizə lazım deyil. Zəif Rusiya bizə lazım deyil. Deyir, o niyə? Bunu başa düşmədik. Deyir, zəif Rusiya təsəvvür edin bizim boyda, Amerika boyda nüvə silahına malikdir. Bilirsiniz də dünyanın 9 dövlətinin 95% nüvə silahı bu iki dövlətdə idi. Qalanları 5%-nə sahib idi. Deyir, bizim boyda nüvə dövləti bu qədər zəifləsə, həmin nüvə silahının terrorçuların, separatistlərin digərlərinə keçmə ehtimalı böyükdür. Ona görə də bizə lazımdır ortabab Rusiya. Məsələn, İspaniya kimi. Fikir verin, bu Brzezinskinin fikirləri idi. Ona görə də mən hesab edirəm ki, nüvə silahının biz çox Türkiyəni sevdiyimizdən istəyir ki, Türkiyənin olsun. Türkiyə olanda Səudiyyə Ərəbistanında eyni iddiadan çıxış edəcək, İranın mövqeləri möhkəmlənəcək. Digər ölkələr də bunların yəni geniş yayılanda ölümdən qorxmayan, ölümü bayram kimi qəbul edən, terrorçuluq yolunu seçən qüvvələrin həmin silahı əldə keçmə imkanı böyük ola biləcək. Bu halda artıq çəkindirmə bu məsələdə polemika davam etdirmə tərəfləri. Buyurun Funay bəy. Demək, faktiki olaraq çəkindirici faktor rol oynaması nüvə silahının demək və buna görə də qadağa buna qarşı beynəlxalq hüququn bir prinsipi kimi, qaydası kimi tətbiq olunması hal-hazırda həmin silaha malik olan ölkələrin digər malik olmayan ölkələrə qarşı təcavüz etməsi, onu müxtəlif yollarla imperialist müstəmləkə altına almaq, onların suverenliyinə müdaxil olmaq, hətta biz və bəzi hallarda demək açıq-aydın onların mövcudluq məsələsini təhdid etmək vasitəsindən çevrilməkdədir. O dövrdə əgər diqqətlə baxsaq, indi hörmətli professor da onları demək bilir. O dövrdə bilirsiniz, istər-istəməz müxtəlif tərəflər proseslərin bir vahid dünyaya, dünya dövləti, bir vahid dünya, hətta dövlətlər, hökumətlər qalsı, bir hökumətin formalaşması konsepti əsasında bunun perspektivini görürdülər. Amma hal-hazırda o məlum 90-cı illərin sonunda da geniş yayılan ki, dünyanın sanki bir dövlətə və bir hökumətə çevrilməsi ilə BMT də o hökumətin bir üst hiyerarxiyasına əsas yer tutan vasitə kimi baxılırdı, alınmadıqdan sonra və dünyamız gözümüzün qarşısında necə çox qütbli, müxtəlif şəkildə ifadə olunur, demək, dövrlərə çevrildikdən sonra və üstəlik də regionalizm həddindən artıq o qlobalizmə qarşı daha ciddi bir şəkildə füsət aldıqdan sonra ki, biz onun içində yaşayırıq və bu gərginliyin açığı bir səbəbi də elə həmin prosesdir. Məncə o doktrinə və beynəlxalq hüquqa da münasibət dəyişilməlidir və bəzi ölkələrə, mən ona görə deyim, mən demirəm bütün ölkələrə. Mən hesab edirəm ki, məsələn, Türkiyənin belə bir silaha malik olma hüququ tanınmalıdır və hətta bir qədər də bu romantik görünə bilər, hətta ki, verilməlidir hətta. Nəinki İsrailə vermişlər və gizli yollarla və sair vasitəsilə yox ki, o halda çəkindirici imkan artardı. Çünki biz heç bunu inatmayıq. Hele bu iki hal-hazırda münaqişədə olan dövlət, həm İranın, Türkiyə və Türk dövlətlərinə qarşı, o zaman Azərbaycana qarşı, həm də İsrailin Böyük İsrail konseptinə baxsaq, ən azı Böyük İsrail tərəfdarlarının indi Azərbaycanın ərazisinə, bu Şirvan və s. bu tarixi ərazilər kimi baxılır, amma Türkiyə ərazisinə qarşı və digər qonşu ölkələrin ərazilərinə qarşı iddialarını kapsayan kalitələr mövcuddur. Xəyallarda olsa da, fantaziyalarda olsa da. O baxımdan məncə yeni elə bir mərhələyə biz gəlib çatmışıq ki, o artıq beynəlxalq hüququn o hissəsi ya təkmilləşdirilməlidir deyək, ya hansısa bir daha o məsələyə çevik baxılmalıdır ki, dünya təhlükəsizliyinə xidmət eləsin. Bu da mənim yanaşmamdır. Məncə bundan bir çıxış yolu tapılacaq. Onun mən hamısını kənara qoyaraq bir daha təkrar edirəm. Bizim haqqımız vardır. Mən Türkiyə və Azərbaycan, Türk dövlətini nəzərdə tuturam. Öz təhlükəsizliyimizin qarantı olaraq indi yaranmış bu vəziyyətdə savadlı İran olacaq,
bir başqası olacaq. Bu vəziyyətdə mənə elə gəlir ki, Türk Dövlətlər Birliyinin belə bir silaha malik olması məsələsini həll etmək lazımdır. Bunun da yolu var, Pakistanın belə bir silahı var, lap açıq danışaq. Bu dediyiniz, lap açıq danışaq. Bu mənim mövqeyimdir. Yəni mən bunu subyektiv mövqe kimi qoyuram. Yaxşı mövqedir. Pakistanın deməli nüvə silahının olması məlumdur. Pakistan, Azərbaycan və Türkiyə ittifaqı, o cümlədən özünü müdafiə xarakterli, məsələn, Şuşa bəyannaməsində olan ya Birləşmiş Millətlər Təşkilatının məlum 52-ci, 51-ci maddəsi, elə o tipli bir, yəni özünü müdafiə 51-ci maddəsi və yardım istəmə məsələsi barədə. Məsələn, müzakirə olunarsa, ən azı aralıq mərhələ kimi biz növbəti bir mərhələyə keçə bilərik. Mənim faktoloji məlumatlarım yoxdur. Amma prosesləri izləyərək ən son günlərdə ki, biz yaxınlaşmaları, Türk Dövlət Birliyinin yaranması, Pakistan, Türkiyə, Azərbaycan əlaqələrinin olmasını və onun izləyərək mən elə gəlir ki, ona doğru artıq real bir proses sürəsi var. Yəni Türkiyənin nüvə dövlətinə çevrilməsinə doğru. Bilirsiniz, bunu demək istəyirsiniz? O formada və yaxud mən bir daha təkrar edirəm, mən bunu iddia edirəm. Bax bir Azərbaycan vətəndaşı olaraq ki, onu təbii ki, həlli, beynəlxalq hüquqa uyğun hansı bir şəkildə nizamlanması olması hər halda dünya qəbul eləməlidir ki, bugün və ölkələr qəbul eləməlidir ki, bir halda ki, bunun qarşısı alına bilmir. İranda elə, İsraildə elə, başqa Şimali Koreyada elə. Onda məsələn Türkiyə və Türk dövlətlərinin də bu hüququ tanınmalıdır. Deməli, mənim yəni mövqe kimi ifadə edirəm. İdeya özü-özlüyündə çox cəlbedicidir və nə gözəl olardı ki, Türkiyənin də bu nüvə silahı olsun. Pakistanın var, Türkiyənin də olar. Bu bizim gücümüz, qüvvətimizdir. Amma neyiniyək ki, bax məsələn Moskva müqaviləsi 90-cı Almaniya ilə bağlı Moskva müqaviləsinə görə Almaniya dövlətinin nüvə silahına malik olması qadağandır. Buna imza atıb, qadağandır. Eyni zamanda Los Angeles müqaviləsi Yaponiya ilə bağlı müharibədən sonra Yaponiya dövlətinə qadağandır nüvə silahına malik olması. Eyni məntiqlə bu günlər bu ölkələr icazə verirsə, bu mənim rəqəmim deyil, bu artıq qəbul edilmiş mövqedir ki, Alman alimləri bir aya, Yapon alimlər 2 həftə nüvə silahını stolun üstünə qoya bilər. Təsəvvür edirsiniz. O dərəcədə elmi hazırlıq, potensial və bu bəllidir. Yeri gəlmişkən nüvə silahının Manhattan planı idi. Onu o zaman Kurçatov üzərində işləyirdi. Amma 50-ci illərin əvvəllərində onu oğurlamışlar Manhattan planı və Kurçatovun işi sürətləndi ki, 49-da da nüvə silahını hazırladılar. Və ona görə ideya çox cəlbedici, amma Türkiyə özü 68-ci il müqaviləsini o müqavilə, nüvə təhlükəsi, nüvə toqquşması məsələsini içində yaşadığımız bax ən gərgin dövrə aradan qaldırdı mı? Yox. O indi 10 il, 20 il, 30 il, 40 il, neçə ildə işləyir? 50 il. Neçə keçib nüvə silahının sınağından? 75-ci ildə də 45-80 il. Amma indi elə bir vəziyyətə gəlib çatmışıq ki, o doktrin, o hüquqi, o cümlədən çəkindirici sistem işləmir. Hər an gözümüzün qabağında nüvə müharibəsi başlaya bilər. Yeri gəlmişkən, Rusiyanın Ukraynaya təcavüzünün arxasında sabahda bir başqa bir NATO dövlətinə demək arxasında Rusiyanın o çəkindirici yox, təhdid edici kimi istifadə etdiyi silahlar var. Bu başqa mən nüansı deyirəm. Bilirsiniz, burada başqa bir məsələlər də çıxır ki, yəni hər bir dövlət suveren dövlətdir, beynəlxalq birliyin üzvüdür, subyektidir. Necə ola bilər ki, beynəlxalq birliyin üzvlərinin eyni hüququ ola, birindən selektiv yanaşma olur, birindən nüvə silahı ola, başqasına olmaz. Bu sırf onunla bağlıdır ki, dövlətlərin miqyası, gücü, potensialı eyni deyil. Çox zəif dövlət də nüvə silahına malik olanda, bu həm özünü müdafiədir, eyni zamanda onun digər və o proksi, terrorçu və s. qruplaşmaların əlinə keçmə ehtimalı böyük olur. Bu təhlükə var. Bu təhlükə həllini tapılsa ki, bu mümkünsüzdür. Məsələn, zəif dövlətin Birləşmiş Ştatlardan kiminsə nüvə silahını oğurlaması qeyri-mümkün sayılır. Rusiyadan həmçinin. Amma elə bir zəif dövlətdə o nüvə silahı ola bilər ki, onu terrorçu əlinə keçirə bilər. Bütün dünya meydan oxuya bilər. Bu kimi risklərin həlli mexanizmi tapılsa, Pənah bəyin dediyi deyə əlbəttə ki, cəlb edəcək.